Səbahlı Neftçi maçına qalmaqallı görüşə. Qalmaqallı ona görə ki, Samir Abbasov və qalmaqallar şeylə Cavid Hüseynovun mətbuat konfransında danışıqları, Cavidin istefaya göndərilməsi, Asko Arenadakı qarşılaşmada 3 qol vuruldu, baxımlı qollar oldu. Doğrudan da Neftçi Ozobiçlə hesabı açdı. Yaxşı hücum, yaxşı təşkil olunmuş həmlə və Ozobiçin dəqiq zərbəsi. Bundan 12 dəqiqədən sonra Elvin Camalov Neftçinin qış transfer pəncərəsi dövründə Sabahdan heyətinə qatdığı Elvin Camalov da baxımlı qol vurdu. Yenə də baxımlı, yaxşı, formalaşmış şəkildə Neftçi hücumunu izlədik. Ötürmədə gözəl alındı. Ervin Kofidən və Elvin Camalov da usta toxunuşu ilə qapıçını məyus etdi. Səbailin qolu. Fasilə ərəfəsində Səbailin qolu çempionatın ən maraqlı qollarından, gözəl qollarından biri idi. Rüfət Abdullazadənin, yəni sadəcə şedevr idi. Xarici çempionatda Lamin Yamal, Aryan Robben ayağı. Sonra Dybala vura bilər elə. Yəni sol ayaqla Robben, indi də Lamin Yamal vurur elə tez. Yəni möhtəşəm bir qol. O topu elə bir yerə vurdu ki, sanki əli ilə aparıb ora belə qoydu. Onu da ancaq sol axaylar vura bilər elə məncə. Möhtəşəm qol idi. Çünki bütün sol axaylar hamısı sağ ayaqlılardan yəni seçilirlər də, qeyri-adi olur. Çünki onların hər şeyini elə bil Allah Taala ancaq soluna verir. Başa düşdün? Messi-də, məsələn, bu adların çəkdiyim futbolçularda sağ ayaqları da var, söhbəti yox. Amma bütün elə bil 85%-in və yaxud da 90%-i solunda olur bunun və vurduğu qol, momentlər də hamısı əksəriyyəti yəni oradan da şedevr. O momentdə ştrafda oynayan çöldə sən oyunçu qabağında sənin qabağını kəsirsən, bir balaca solva belə çəkib və baş barmaq biraz da podium ayağın üstündən biraz da baş barmağına, yəni onu elə fırladı buna dalniyə. Yəni bəlkə də vursa 50 dəfə düzdür, oxşayar, girməz. Amma bəxt də yaxşı şeydir belə momentlərdə, bildin necə? Onu da vurarsan, düşmərsən. Savayyə biz əvvəlki verilişlərimizdə deyirik, niyə futbolçularımız bu zərbələr üzərində işləmirlər? Görünür ki, Rüfət Abdullazadə məşqdən sonra ən azı bir yarım saat qalır, 10 dəqiqə, 15 dəqiqə qalır, belə zərbələrin üzərində işləyir. Çünki o işləməsə, sən demiş 50 dənədən biri gedəcək. Özü də mən məsələn Cəbrayılda ondan bir yerdə o 2-ci divizionda oynayanda məşqlərində də Cavid Hüseynov məsələn qapıya zərbələr, bütün epizodlardan, cinah ötürmələrindən, ortadan, uzaq məsafələrdən yəni qapıya zərbələr məşqi keçirir və normalda yəni düzgün də keçir. Çünki sən hər dəfə elə Barselona kimi və yaxud da Qarabağ kimi girib zərbə meydançasının içindən çak belə qollar vura bilməyəcəksən ki. Uzaq məsafədən də yoxlamalısan. Uzaq məsafə ilə bağlı problemimizdir. Bax o sənə sual verməksə, bəli, problemimizdir. Bax işləyirlər də, hər bir komanda işləyir də uzaq məsafə. Bizdə bax misal üçün elə Qarabağdan danışsaq ya da Millidən danışsaq, yəni bizi beynəlxalq arenada təmsil edən komandalardan söhbət gedir. Bax baxırsan Qarabağın bu sezon, bu Avro sezonunda neçə dəfə oyun oldu ki, Qarabağ rəqibindən üstün idi. Oyun cəhətindən, amma qol vura bilmirdi. Yəni uzaqdan zərbə sözünün U hərfi yox idi heç oyunda. Yəni oldu da Toral vurdu. Toralın qolu var idi ki, İsveçdə idi. Toral saxladı, sinəsindən vurub dalinə getdi, girdi göylə. Oyunda qalib gəldi. Bodø/Glimt-lə oynaydı, yoxsa Bodø/Glimt-lə oynaydı. İsveçdə idi, nəsə Skandinaviya ölkəsi. Yəni həmin o mövzuda da danışmışıq. Alex, sən yadıma gəlirsə, kimya zərbələr vurmuruq. Gəlirik qapının ağzına çatırıq. Məsələn, yox. O zərbə momentləri də bilsən necədir? Gərək sən məşqlərdə hamıya da şamil eləmək olmur onu. Cavid Hüseynov deyir ki, ən maraqlı məqamlardan biri. Biz Neftçiyə xüsusi taktika ilə hazırlaşmışdıq. Kimə qoymalıyam mən? Futbolçularıma ondan öncə hazırlıq planında. Nə deyirsən sən? Nə deyirsən? Qoymursan danışmağa. Kimi? Ay İsmail'i qoymursan danışmağa, mən qoymursan danışmağa. O danışır, İsmail danışa. Hakimlərdən bayaq danışdığı verilişin 3-cü dəqiqəsində 47-ci dəqiqə gedir oradan çəkiliş, sən elə birazdan qayıtdın. Hardan bilsən, bəlkə montajda kəsib onu əvvələ qoyursan. Hakimlərlə ümumiyyətcə belə barmaq eləmək olmaz. Ay yoldaş hakim, Allah hamd olsun vurdu. Kamran deyirdi yerdə, kimsə gəldi, nə oldu Kamran? Deyir onu da. Yəni hakimə toxunmaq. Şəhərçi də orada deyir. Hakimlərdən ancaq kapitanlar danışa bilər. Ay hakim, mən burada da deyir ki, mən toxunulmazam. Hələ toxunsun, mənə də toxunsun, mən sənə əl qaldıraram. Hə, soğudu götürmüş. Amma yox, o yaxınlaşıb hakim müəllim.